أعوذ بالله من الشيطان الرجيم. الحمد لله رب العالمين بارئ الخلائق أجمعين باعث الأنبياء والمرسلين، ثم الصلاة والسلام على خير خلقه محمد بن عبد الله. اللهم صل على محمد وعلى آل بيته الطيبين الطاهرين المعصومين المنتجبين. قال إمامنا الباقر عليه أفضل الصلاة والسلام: قبلوا أنفسهم وأحليهم يوم القيامة. Hz. İmam Muhammed Baqir aleyhisselam güzel kəlamların birində buyurur: Qabnu enfusahum. Qabnu mənası budur, özünüzü ucuz bilməyin, özünüzü ucuz satmayın. Yəni bir insanın əlində qiymətli bir zinət əşyası var. Misal çəkirəm, yarım kilo qızıl var, onu satır 10 manata. Ehtiyac üzündən, ehtiyac söhbət ondan getmir. Qəbnunu məna eləyirəm, yəni lüğətdə belə məna olunub. Ucuz, qiymətli bir şeyi, qiymətli bir əşyanı ucuz satır. O insan uduzacaq, o insan xəsarətdə olacaq. İmam bu hədislə bizə başa salmaq istəyir ki, buyurur ki, yəbi'u dunə seyril mətlub. Yəni, ucuzda satırsan, yaxşı qiymətə satmırsan. İndi alan da alır, istifadə edir, alır, işim onunla yox. Zəruri halları demirəm. İmam aleyhissalam da buyurur, deyir ki, qabnu enfusahum. Özün enfusahum insana deyərlər. Yəni, özünüzü ucuz satmayın. Bizi başa salır imam. İnsan bu aləmdə Allahın şah əsəridir. İnsandan böyük bir nemət yoxdur. Allah Qur'an-ı Kərimdə, Tin surəsində, İsra surələrində nə deyir? Ləqəd kərrəmnə bəni Adəm. Biz Adəm oğlanlarını, övladlarını kəramətli yaratmışıq, əziz yaratmışıq. O əziz olan bəndə, o qiymətli olan bəndə, varlıq, nimət, özünü ucuza satanda, ucuzuna satmaq nə deməkdir? Yəni bu dünyanı Allah ona verib, onu nə edir? Dəyərləndirmir. Allahın buyurduqlarına əməl etmir. Onda özünü ucuz satmış olacaq. Yəni özünü satdın kimə? Nəyə? Bu dünyaya. Dünyada dəni sözündəndir. Ərəb dilində dəni ən üzr istəyirəm ifadəmə görə bu təbirdir, məsum təbiridir. Ən alçaq adama deyərlər. Dəni. Allah ona görə bu dünyaya dünya adını verib. Quranda da ayəsi gəlib. İnnəd dünya ləhbun və ləibun. Bu dünya oyuncaqdan başqa bir şey deyil. Xoş olsun insanların halına, ağıllı insanların halına, müdrik insanların halına ki, bu dünyanı nə edirlər? Dəyərləndirirlər, qiymətləndirirlər. Onlar həm dünyada öz qiymətlərini alarlar sizlərlə baxım inşallah, həm də ahirətdə əzizlərim. Ona görə İmam aleyhissalam buyurur, Qabnu enfusahum, özünüzü və əhli əyalınızı ucuz satmayın. Peyğəmbər aleyhissalam mübarək bir hədisdə deyir, əgər bu dünyanın Allah yanında milçəyin qanadı qədər hörməti yoxdur. Bir milçək var, bir milçək. İstəkanda otursa suyun üzərində o suyu içmərik. Düzdür elə əzizim. Deyər, bunda milçək oturdu. Amma milçəyin özündə hikməti var, nəyi var, onun işimiz yoxdur. Peyğəmbər də deyir, bu dünyanın Allahın yanında bir milçəyin qanadı qədər qiyməti yoxdur, dəyəri yoxdur. Belə dəyərsiz şeyə özünüzü satmaq olmaz.
İstifadə elə. Bu dünyanıdan dəyərləndir özü üçün, əhli əyalın üçün, həyatın üçün. Başqa bir ayədə deyək, Quranın ayəsidir. Rəbbənə atina fid dünya həsənə və fil axirəti həsənə. Dünyamız da gözəl, bəli, demir olmasın. Bu danışıqlar o deməkdir, insanı dünyadan çəkindirir. Xeyr, elə maşının ən gözəli sənin olsun, evin ən gözəli sənin olsun, şəraitin ən gözəli sənin üçün, sən bunun artığına layiqsən. O nədir ki sənin üçün? Məməzsin. Amma deyir, özünü ona satma, özünü ona fəda eləmə, o sənə fəda eləsin. Quran dili ilə desək, İn təttəqullah yecəlləkum məxrəcə, təqvalı olsanız, Allah çıxış yeri qoyacaq. Və ya Ənkəbut surəsində ayə və mən cahədə fînə lənəhdiyənnəhum subulana, hər kim bizə tərəf gəlsə, biz onun hidayət eləyərik və onun üçün yollar açarıq. Bu Allahın vədəsidir, mənim əzizlərim. Ona görə kimin harda, necə, nə cür öləcəyi Allahın əlindədir. Dəyməz bu dünyaya. Elhamdülillah ki bu sözləri, bu kəlamları məndən də yaxşı bilirsiniz və riayət də edirsiniz. Eşq olsun sizlərə. Sadəcə bu sözlər nədir? Təkrarlanmalıdır ki, dünya bizi aldatmasın. Çünki Həzrəti Əmir el-Müminin Nəhcül Bəlağədə dünyanı ilan misalına vurub. İlan misalıdır. Deyir, Allah eləməsin, ondan uzaq olmasan, o səni satacaq. Leyyunun, elə yumuşaqdır, elə sənə toxunur, heç hiss eləmərsən. Necə səhrada gəzmişsiniz də, otdaq yerdə. Əksərimiz kəndçi balasıyıq da, mənim əzizlərim. Rayondan gəlmişik, kəndçi balası. İşləmişik, ot biçmişik, biçiblər və s. Bir də görürsən ki, buğdanı biçəndə, otu biçəndə ayağının üstündən bir yumuşaq şey keçdi. Bilmirsən nədir. Haçandan azdan görürsən ki, ilandır. Bu dünya da belədir. İnsanın üstündən belə keçir, adam hiss eləmir. Ona görə İmam Muhammed Baqir əleyhissalamın dilinə qurban olubdur. Qəbnu ənfusəhum, özünüzü ucuz satmayın. Öz əhli əyalınızı ucuz satmayın. Yəni bu dünyanı istifadə etmək lazımdır. İmam-ı Cəfər-i Sadiq əleyhissalam gözəl şərifdə bu hədisi biraz da bizim üçün açıqlayır. Həzrəti İmam-ı Cəfər-i Sadiq əleyhissalam buyurur ki, hər bir şeyin qiyməti var. Bu mübarək hədis həm Peyğəmbərimizdən də gəlib, rəhmətən lil aləmindən gəlib, əzizlərim, həm İmam-ı Cəfər-i Sadiq əleyhissalamdan da gəlib. İmam-ı Cəfər-i Sadiq əleyhissalam buyurur ki, İnnə li ənfusəkum əsman. Əsman səmənin cəmidir. Sizin öz üzərinizdə olan öhdəniz, onun bir qiyməti var. Yəni hər bir şey, kitab alırsan, kitabın qiyməti vardır, düzdür. Telefon alırsan, qiyməti var. İş görürsən, qiyməti var. Hər bir şeyin özünə görə nəyi var? Qiyməti var. Maddi də, mənəvi də bu cürdür. Yaxşı, insanın qiyməti nədir bəs? Mən insanın qiyməti nədir? Mənim qiymətim nədir? Ən yaxşı sözü götürək ya. Fəla təbiuha illa biha. Onu satmayın məgər ki Allah istədiyi kimi. İlla biha. Biha qaydır insana, nəfsə. Onu Allah istədiyi kimi sat. Xəcdə. Fəqilə ləhu. Tələbələr imamın bu sözündən başa düşmədilər sanki. Fəqilə ləhu. Dedilər ona. Dayı qilə ləhu, burada ravinin adı gəlməyib. Fəqilə ləhu. Soruşuldu ondan. Və ma yəbnə Rəsulullah və ma əsman ənfusana. Bizim nəfslərimizin, bizim ənfusana, yəni bizim qiymətimiz nədir? Yəbnə Rəsulullah Peyğəmbərin balası fəqalə. İmam buyurdu, əl-cənnə. Bizim qiymətimiz nədir? Cənnət. 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 Xəyallarda belə təsəvvür olunub ki, bağ, bağça, yox. Onlardan biridir. Cənnət, yəni Muhammed və Ali Muhammedin dərəcəsi. Salavat deyin. Cənnət, yəni Muhammed və Ali Muhammedin dərəcəsi, məqamı. Bəli, insan ola bilər ki, bu həddə yetişsin, Peyğəmbər və Ali Peyğəmbər yanında yer alsın. Quranda dəlilimiz var, bəli, Quranda dəlilimiz var.
O qədər bizi bu bəzi danışdıqlar, danışırlar bu televiziyada, orada, burada, elə deyirlər, nə var ancaq Qurandan danış, ancaq Qurandan danışır ki, yaxşı Qurandan danış və sünnət hara getdi, hədis hara getdi, məsum sözü hara getdi? Hara getdi bəs məsumun sözləri? İndi bilmirlər necə Əhl-i Beytin fikirlərini aradan götürsünlər, insanların zehinlərini qarışdırırlar. Belə Əhl-i Beyt əleyhissalamın aradan götürmək istəyirlər. Cismani götürdən istəyirlər, onların fikirlərini aradan götürsünlər. Bu da mümkündür. İnnallaha mutimmu. Allah öz Əhl-i Beytin fikirlərini tamamlayacaq, öz höccətlərini tamamlayacaq, əzizləri. İnsan belə bir yetişə bilər, bəli, bu dərəcəyə. O cənnətdəki Peyğəmbər və Ali Peyğəmbərin yeridir. Bəli, Quran deyir. Bir ayəni deyim, təbərrükən eşitmişsiniz və eşitməli ayələrdən biridir. O günləri bir Ayətullah Mərcəyi Təqlidin kəlamına qulaq asırdım. Bu ayəni deyəndə ağladı. Dedi, ilahi, hətta Quranı açmışdı, oxuyurdu və belə-belə oxudu. 5-3-4 dəqiqə danışdı. Belə bağladı. Başını saldı aşağı, ağladı. Dedi, ilahi, gör Allah bizə nə boyda neymət verib. Necə neymət verib. Necə ki, Həmd surəsində nə deyirik? Sıratəl-ləzīnə ən'amtə aleyhim. İlahi, bizi o yola yönətginən ki, o yolu bizə sən neymət vermişsən. Neymət verdiyin kəslərin yoluna nə ilə yine? Yönət. Neymət verdiyin kəslər kimlərdir? Ey İrşad Mirigə, bu ayəni açıqla bizim üçün. Və əmsalı onlar. Sıratəl, Quran tərcümə edirsən sən. Sıratəl-ləzīnə ən'amtə aleyhim. Neymət verdiyin kəslərin yoluna yönəld. Yaxşı, sən imam demirsən, heç demə. Peyğəmbər də heç olmasa. Başda Peyğəmbərdir, əlbəttə. Sonu, əvvəli Peyğəmbərlə, nübüvvətlə başlayıb, sonunu imamətlə bitir. Və bitəcək də. Allaha həmd-i səna olsun ki, Allah bizləri imam tanıyan dostlardan qərar verib. Bu ən böyük bəşəriyyətə verdiyi müjdədir, neymətdir. Mən burada ayələr də var, ayələri demirəm, vaxtı uzatmıram. Deyir ki, bu ayə neymət verdiyin şəxslər kimlərdir? Haqqın var soruşasan. Onu Allah İsra surəsində cavab verir. Ayə belədir. Və mən yuti'illahə və rəsul. Hər kim Allah və onun Peyğəmbərinə itaət eyləsə, sözünə qulaq assa, keçən günlərdə də demişdim, ibadətlə itaətin fərqi ayrıdır. İbadət başqa bir şeydir, itaət başqa şey. Hər ibadət eləyən itaət eyləməz, yadda saxlayın. Onlar ki, ibadət eylədilər, itaət eyləmədilər, onlar Peyğəmbər və Ali Peyğəmbəri yerdən götürdülər. Əgər itaət etsəydilər, etməzdilər bunu. İbadət də elədilər, amma itaət etmədilər. Əmir sahiblərinə itaət etmədilər. O əmir sahiblərdən biri Peyğəmbərdir, ona itaət etmədilər. Amma ibadət elədilər, namaz qıldılar, oruç tutdular, hərmələ. Tarix deyir ki, Allah ona lənət eyləsin, hafizə kulli Qur'an idi. Amma İmam Hüseynin nazlı balası 6 aylıq uşağın körpəliyən, o boğazın ürəyə tikən hərmələ idi. Ömər Səd olsun, Şüreyh Qazı olsun. Kimləri sizin misal çəkmək olar tarixdə? Peyğəmbər övladlarından olsun. Misal Nuhun oğlu Kənan. Allah Hud surəsində danışır. Onlar itaət eləmədilər. İtaət etməyəndə aqibət bu cür olur. Sonu bu cür olur, əzizlərim. Allah bizləri həm ibadətdə, həm itaətdə sabit qədəm eyləsin. İtaətə sabit qədəm olanda insan fəqih olacaq, insan alim olacaq, insan müştəhid tanıyacaq, insan Əhl-i Beyt yolunu tanıyacaq. Allah da bu ayədə deyir, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولِ. Hər kim Allah onun Peyğəmbərinə itaət eyləsə, فَأُولَٰئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ. Allah deyir ki, o şəxslər ki, onlara neymət vermişəm, gətirərəm onları eyni məqamda saxlayaram, eyni dərəcədə qərar verərəm. Minən nəbiyyin.
İtaət eləsən peyğəmbərin yanında olarsan, peyğəmbər cərgəsində olarsan. Minən nəbiyyin və siddiqin, sadiqlərin yanında olarsan. Və şühəda, şəhidlərin yanında olarsan. Və salihin, əməlli salih. Ayənin üstündən keçirəm, hərəsi bir mövzudur. Və ulaikə fəzlun və minəllah. Allah tərəfindən onlara verilmiş bir fəzildir. Və zalikə, Allah hər bir şeyi biləndir. Ayənin sonu belə bitirdi. Bunlarla yoldaşlıq eyləməklik sizə kifayət deyilmi? Ona görə İmam Muhammed Baqir əleyhissalam bu hədisdə nə deyir? Qabnu ənfusəkum, özünüzü ucuz satmayın. Cəmiyyət namazına önəm verin, ibadətə önəm verin, cümə günü üçün vaxt ayırın. Harda olursansa ol, Əhl-i Beyt məclislərinə önəm ver. Əhl-i Beyt məclislərini siz yaşatmalısınız, biz yaşatmalıyıq. Əhl-i Beyt məclislərində biz oturmalıyıq ki, o məclisdə İmam-ı Zaman oturur. O məclisdə Allahın rəhməti nazil olunur. Bugün İmam-ı Cəfər-i Sadiqin şəhadətisi deməli, mən məsciddə olmalıyam. Bugün şəhadət günüdür. Birdən də heç kim olmadı müəyyən səbəblərə görə 2 rükət namaz qılaram, ağamın pak müqəddəs ruhuna ehsan eləyərəm. Ağam, bu namaz məndən sənə hədiyyə olsun. Ən azın deyirəm də, ən aşağısı budur da. Quran oxuyan bir dənə Yasin surəsi oxuyan İmam-ı Sadiqin ruhuna ehsan eləyər. Bundan böyük əzəmət varmı? Ona görə bu işlərdə daha da kamil və daha da əzizlərim məsuliyyətli olmalı. İmamımız da buyurur ki, üzr istəyirəm, qabnu ənfusəkum, özünüzü və əhli əyalınızı, yəni o ki, sənin qüdrətin çatır uşağıva nəzarət eləmək, əhli əyalıva, qohum əqravalarva, deyir, nə ilə onları da başa sal. İmam-ı Sadiq əleyhissalam da buyurdu ki, bu hədisi şərifdə hər bir şeyin qiyməti var. İnsanın qiyməti nədir? Cənnətdir, cənnət, Allahın rızayəti. Allahın verə göz izzəti cəlalını, Allah o məqamı hamımıza nəsib eləsin inşallah. Allahın verə Peyğəmbər və ali Peyğəmbərə xatir Allah sülhi, əminamallığı hər bir yerdə bərpa eləsin inşallah. İrhamı turham, rəhm eləyin ki, rəhm olunasınız. Allah bizləri bu cür bəndələrdən qərar versin inşallah. Allah bizləri zalimlərlə eyni cərgədə qərar verməsin inşallah. Allah'ın verə Peyğəmbər və ali Peyğəmbərə xatır dünyada nə qədər terror hadisələrini törədirlər. İnsan qətliyamını törədirlər. İslam adından istifadə edirlər. Dəyərlər adından istifadə edirlər. Hərənin bir cür yanaşması var. Hərəni şeytan bir cür azdırır. Bir cür azdırıb terror eləyirlər. Bilirsiniz ki, İslam sevgi dinidir. İslam məhəbbət dinidir. İmam-ı Sadiq ağa dedilər, din nədir? Dedi, din sevgidir. İlləl-hub. Sevgidən başqa bir şey deyil din. Din məhəbbətdir. Hansı bir dindədir, əqidədə də özü bilər. Mən özüm bilərəm. Sən mənə toxunma, mən də sənə toxunmayım. Sən deyirsən, mən düzəm, siz hamınız batildir. Belə şey olar. Bunun üçün şərait yaradırsan, bu olmaz, bu günahdır. Bu qarşı durmaya aparıb çıxardacaq. Bu məzhəb ayrı seçkiliyini aparıb çıxardacaq. Əzizdə, İslam bunların hamısının əleyhinədir. Bu siyasi məsələ deyil, bu birlik məsələsi, bu vəhdət məsələsidir. Ona görə Allah bizləri əminamallıqda sabit qədəm eyləsin inşallah. Din sevgi, məhəbbətdir. Din terrorluğa yox deyir, qəddarlığa yox deyir, zalimliğə yox deyir, fasıqlığa yox deyir. Hamısına yox deyir. Allah bizi din dəyərlərimiz yolunda sabit qədəm eyləsin inşallah. Allah bu nemət ki bizə əta eləmişsən, bu nemətin şükrünü sənə edə bilmərik. Bu neməti əlimizdən alma ginən. Ən böyük bəla budur ki, insan Peyğəmbər və ali Peyğəmbəri tanımır. Sevmək yox, tanımır. Allah bizi tanıyanlardan qərar versin. Ona görə hədislərdə də gəlib, mən hər kim Əhl-i Beyti ziyarət eləyəsə, arifən bir haqqı, şərti nədir? Ziyarət edirsən kimisə ya yanına gedirsən, şərtidir arifə, onu tanıyasan. Onu tanıdın, haqqül yəqinə çatarsan, dərəcəyə çatarsan. Namazın əhmiyyətini bilməsə insan namaz qılmaz ki, orucun hikmətini bilməsə qılmaz ki, tutmaz ki və s.
Ona görə Əhl-i Beytin haqqı nə olmalıdır? Bərpa olunmalıdır və bunu da qorunmalıyıq. Allah bizi bu yolda sabit qədəm eyləsin inşallah. Allah bizləri and verə göz İzzət-i Cəlalına bu dünyada, bu fani dünyada, bu balaca kiçik dünyada, başdan ayağa əzab əziyyətdir bu dünya. Allah bizi bu dünyada müvəffəq olmuşlardan qərar versin. Bəli, bu dünyanın da özünün bir hikməti var. Həzrəti Əli əleyhissalam buyurur, İnnəd dünya məzrəətun lil-axirə. Bu dünya axirət üçün əkin yeridir. Nə əkirsənsə onu bitəcəksən. Bu dünyada məzrəədir, əkirsən. Arpa əkirsən, buğda əkirsən və s. Bitəcəksən. Ona görə bu dünyada gərək iman, gərək təqva, gərək əməli salih işləri əkək ki, nəticəsini Allah Rəbbimiz əsli həyatda bizlərə əta eləsin inşallah. Allah zamana imamımızı səlamət eləsin. Allah imam-ı zamanımızı hifz eləsin. Allah ağamızın yerin gön bəlaların şərrindən, zalimlərin şərrindən, fasiqlərin, fitnəkarların şərrindən ağamızı, onu sevənləri hifz eləsin inşallah. Allah'ın verə göz İzzət-i Cəlalına, Allah bizi imamsız bu dünyadan aparmasın. Allah'ın verə göz İzzət-i Cəlalına, İmam Mehdinin Allah məhəbbətini, inancını qəlbimizdə saniyə və saniyə artırsın inşallah. Allah'ın verə göz İzzət-i Cəlalına bizi bu zuhura hazır və nazir olanlardan qərar versin inşallah. Həzrəti Peyğəmbər əleyhissalam buyuruyor, ən böyük ibadət intizarül fərəzdir. Bu belə söz deyil, bu bizə nə söz deyil? Bu bilirsiniz nə söz deyil? Ən böyük ibadəti istəyirsən, ən ali ibadət intizarül fərəz. Onu gözləmək, onu necə gözləməlisən? Onun buyurduqlarına əməl etməlisən. Allah bizi bu hədis-i şərifdə sabit qədəm eyləsin inşallah. Allah'ın verə göz İzzət-i Cəlalına nə çətinliyiniz varsa, nə müşkülünüz varsa bu bərəkətli günə xatir Allah müşküllərimizi həll eləsin. Xəstələrimizə şifayı, acil mərhəmət əta eləsin. Borcu olan, çətinliyi olan əzizlərimiz var, dostlarımız var, mənim tanıdıqlarım, özünüz və öz tanıdıqlarınız. Allah hamılarının müşküllərin asan eləsin inşallah. Balalarımızı, əzizlərimizi din və dəyərlər yolunda, dəyərlər deyəndə bütün hikmət bu sözün içindədir. Elm, mərifət, sevgi, məhəbbət, böyükçilik. Allah bizi bu yolda sabit qədəm eyləsin. Balalarımızı, gənclərimizi Allah hifz eləsin. Böyüklərimizi, axsaqqallarımızı, yol göstərənlərimizi səlamət eyləsin. Vətən uğrunda canlarından keçən şəhidlərimizi Allah qəriq və rəhmət eləsin. Qazilərimizə, yaralılarımıza şifayı, acil mərhəmət əta eləsin. Yaralı əskərlərimizə Allah can sağlığı əta eləsin. Allah ordumuzu, əskərlərimizi düşmənlə üzbəüz duran ordumuzu Allah hifz-i məhfuz eləsin. Allah'ın verə göz İzzət-i Cəlalına Allah əsirlikdə olanlarımızı azad eləsin. Allah'ın verə Peyğəmbər və Ali Peyğəmbərin ehtiramı xatirinə Əhl-i Beyt ziyarətin, uqbada şəfaətin hamımıza nəsib eləsin. Allah bizdən razı olmamış, bizi əff etməmiş, bizi bağışlamamış sevdiklərimizlə, əzizlərimizlə, böyüklərimizlə bağlan, gözəl dəyərli insanlarla baxın bizi bu dünyadan aparmasın. Estağfirullah li və ləkum və sallallahu ala Muhammedin və alihi tahirin. Allahümme salli ala Muhammed və ali Muhammed.